Bismillahirrahmanirrahim. Hörmətli müsəlmanlar, hər birinizə Allahın salamı ilə salamlayıram. İlk öncə Allaha sonsuz həmd və şükürlər edirəm ki, Allah bizlərə bu Ramazan ayını bitirməyi, oruç tutmağı, dua etməyi, ibadət etməyi nəsib etdi. Və bu da sözsüz ki, Allahın lütfüdür, mərhəmətidir. Allah bunu istədiyinə verər. Bayram namazı haqqında biz bir video düzəltmişik, lakin bizdən həmin bu videonun bir daha çəkilməsini və canlı olaraq bayram namazının qılınma formasını göstərməyimizi istədilər. Bayram namazı 2 rükətdən ibarətdir. Səsli namazdır. Birinci olaraq təkbiratul ehram edirik, namaza giririk, Allahu Ekber. Və bunu dedikdən sonra 7 dəfə təkbir deyirik. Allahu Ekber, Allahu Ekber. Yəni toplam olaraq təkbirlərin sayı 8-dir. Birincisi namaza girişdir, ikincisi isə 7 təkbiratul ehramdır. Bu təkbirləri dedikdən sonra normal şəkildə Fatihəni oxuyuruq səsli olaraq və sonra hər hansı bir surə, İxlas surəsi məsələn oxuya bilərik. Sonra ruku, sonra normal bir şəkildə səcdə, səcdədən qalxırıq. Səcdədən qalxdıqda Allahu Ekber, zaten qalxaraq bunu deyirik və bu qalxdıqdan sonra Fatihəni oxumuruq, 5 dəfə təkbir deyirik. Yəni toplam olaraq ikinci rükətdə 6 təkbir alınır. Və sonra isə Fatihəni oxuyuruq səsli olaraq, sonra bir surə və bu formada da ruku, səcdə və salam verib namazlı bitiririk. Və bayram namazı 2 rükətli namazdır dediyim kimi 2 rükətdən fərqli olaraq təkbirlərin sayı fərqlidir. Yəni birinci rükətdə 7 təkbir toplam olaraq girişlə, yəni ehram təkbiri ilə 8 olur. İkinci rükətdə isə deməli 6 təkbir olur. Yəni rukudan, səcdədən qalxaraq normal 6 dəfə təkbir edirik.